Deməli belə, biz sizə keçən dərsimizdə qiymətləndirmə ilə bağlı mövzuya start vermişdik və orada biz qeyd elədik ki, qiymətləndirmənin komponentlərindən tanış olduq, məktəb daxili qiymətləndirmənin komponentləri ilə, qiymətləndirmənin istiqamətləri ilə tanış olduq və qiymətləndirmənin prinsiplərindən tanış olduq. Biz bugün sizə ilk öncə qiymətləndirmə sənədi ilə bağlı seçmələri təqdim edəcəyik ki, həmin sənəddə biz baxacaq, diaqnostik qiymətləndirmə haqqında nə nəzərdə tutulub, formativ qiymətləndirmə haqqında hissələr nələrdir, summativ qiymətləndirmələr haqqında nələr nəzərdə tutulub və ondan sonra isə sizə diaqnostik qiymətləndirmə ilə formativ qiymətləndirməni bugün təqdim edəcəyəm. İlk öncə mən sizin üçün ekran paylaşımı edirəm. Siz hazırda ekranda gördüyünüz hissə qiymətləndirmə deməli 28 dekabr 2018-ci il tarixli Azərbaycan Respublikasının Təhsil Nazirliyinin deməli kollegiya qərarı ilə təsdiq edilmiş sənədidir. Ümumi təhsil pilləsində təhsil alanların attestasiyasının, yəni məktəb daxili qiymətləndirmənin aparılması qaydası. İndi buna bəzi dəyişikliklər oluna bilir, amma yenə də biz o dəyişikliklərdən danışmayacağıq. Sadəcə elə hissələrdən danışacağıq ki, bugün də o gündəmdir və həyata keçirilir. Məsələn, biz bu qanunda nə görürük? Diaqnostik qiymətləndirməni görürük ilk öncə. Nə yazılır? Deyilir ki, diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılır. Yəni, bu ola bilər dərs ilinin əvvəli, ola bilər bölmənin əvvəli, ola bilər yarım ilin əvvəli. Bəs bunun sayını deyək ki, necə müəyyənləşdirirlər? Və yaxud bir müəllim öz proqramında diaqnostik qiymətləndirmə necə təyin edir? Müəllimin təyinatı o sinifin səviyyəsinə görədir. Yəni, əgər müəllim görürsə ki, belə deyim, sinifin məsəl üçündə zəifliyi var bu mövzuda, ondan əvvəlki dövrlərdə də sinifi tanıyır axı. Ona görə də müəllim il ərzində boş qalan günlər ki olur, mən sizə planlaşdırmanı keçəndə görmüşdük ki, bəzən olur ki, mövzu 50 dənədir, amma günümüz 75 dənədir il ərzində. Elə olanda bizim boş olan günlərimizdə nə edirik? Bəzən ya çətin mövzuları 2 dəfə keçirik, ya 3 dəfə keçirik, ya da ki, həmin günləri dəyərləndiririk, diaqnostik qiymətləndirmələr təyin edirik. Diaqnostik qiymətləndirmələr nə qədər çox keçirilməsi sinifi o qədər yaxşı tanımağa xidmət edir və imkan daxilində diaqnostik qiymətləndirməni planlaşdırmaq lazımdır ki, biz sinifi tanıyaq, şagirdin meyl və marağını bilək və ondan sonra, belə deyim də, sinif üçün düzgün strategiya təyin edə bilək. Diaqnostikin əsas məqsədi budur ki, müəllim şagirdləri tanıyır və ona uyğun olaraq təlim strategiyaları müəyyənləşdirir. Diaqnostik qiymətləndirmə təlimin təşkilinə verilən şagird yönümlülük tələbinə uyğun həyata keçirilir. Formativ və summativ qiymətləndirmə isə inkişaf yönümlülük tələbinə uyğun həyata keçirilir. Diaqnostik qiymətləndirmədə tapşırıq vermə, müşahidə üsullarından istifadə olunur. Və burada bir məqamı xüsusilə qeyd edim. Tapşırıq vermə üsulu bilirsiniz də, buna çalışmalar, suallar, sorğu blokları, hamısı buna aiddir. Üsul tapşırıq vermədir, vasitələr, çalışmalar, tapşırıqlardır. Müşahidə isə bəzən deyilir ki, şifahi formada aparılır. Adında şifahi olsa belə, mütləq şəkildə müəllim yenə özündə qeyd aparmalıdır. Müəllim özündə qeyd aparır ki, o bir sənəd formasında, yazılı formada təhsil alanın, yəni şagirdin fərdi qovluğunda saxlansın. İndi burada bir detallı xüsusilə biz qeyd edək ki, diaqnostik qiymətləndirmədə ümumiyyətlə qiymətləndirmələrin hamısında nədənsə istifadə olunursa, lap esse forması olsun, lap müşahidə olsun, lap müsahibə olsun, bunların mütləq şəkildə bir qeydiyyatı olmalıdır. Həmin qeydiyyat bir sübutdur, bir dəlildir ki, şagird hazırda bu vəziyyətdədir
Biz onu hansı vəziyyətə gətirib çıxara bilmişik? Biz onu ya irəli aparırıq, ya geri aparırıq. Amma bizim hazırki vəziyyəti biləndən sonra biz biləcəyik ki, biz irəli gedirik, yoxsa geri gedirik. Bundan da əlavə, diaqnostik qiymətləndirmə iki formada həyata keçirilə bilir. Var uzun müddətli diaqnostik qiymətləndirmə, bir də var qısa müddətli diaqnostik qiymətləndirmə. Uzun müddətli diaqnostik qiymətləndirmə bəzən o zaman olur ki, məsəl üçün mən gəlmişəm, mənə 9-cu sinifdə bir sinif veriblər və mən görürəm ki, bu sinifə ilk dəfə daxil oluram, şagirdləri tanımıram, mənə 1:45 dəqiqə kifayət eləməyəcək diaqnostik qiymətləndirmə keçirtməyə. Öz proqramı elə qururam ki, dərs ilin əvvəlində 1:45 dəqiqə yox, bir neçə 45 dəqiqə istifadə olunmaqla mənə qədər keçirilən bütün mövzularda, bütün bacarıqları yoxlamaya müvəffəq oluram. Əgər diaqnostik qiymətləndirmə 1:45 dəqiqəni aşırsa, buna uzun müddətli diaqnostik qiymətləndirmə də deyilir. Qısa müddətli diaqnostik qiymətləndirmə isə 1:45 dəqiqədən ibarətdir. Gəldik formativ qiymətləndirməyə. Formativ qiymətləndirmə isə təhsil alanların, yəni şagirdlərin bir fən üzrə təhsil proqramında müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətləri izləmək. Bu prosesdə onun qarşısına çıxan çətinlikləri müəyyən edib, onları aradan qaldırma məqsədi ilə aparılır. Baxın, formativ qiymətləndirmənin tərifində də məzmun standartının mənimsənilməsi sözü var. Summativ qiymətləndirmənin tərifində də eyni ilə bu söz var. Məzmun standartlarının mənimsənilməsi. Sadəcə formativdə məzmun standartının mənimsənilməsinin izlənməsi sözü var. Biz izləyirik, şagirdi gündəlik. Summativlərdə isə məzmun standartlarının mənimsənilməsinin ölçülməsi və yaxud mənimsənilməsinin səviyyəsinin ölçülməsi kimi əlavə sözlərdən istifadə olunur və tərifdə də onlar bir-birindən fərqlənirlər. Formativ qiymətləndirmədə də müəllim nədən istifadə edə bilər? Tapşırıq vermə üsulundan, müşahidə üsulundan istifadə edə bilər. Mən sizə indi bir qədər sonra izah edəcəyəm ki, üsulla vasitənin fərqi nədir? Bu barədə məlumat verəcəyəm sizə. Formativ qiymətləndirmənin nəticəsi ilə bağlı müəllimin formativ qiymətləndirmə dəftərində və məktəbi kitabçasında müvafiq yazılı qeydlər aparılır. Bilirsiniz ki, məktəbi kitabçaları bugün uyğun şəkildə bəzən istehsal olunmur. Məsələn, müəllim deyək ki, orada rəy yazmalıdır. O meyar ki, əmələ gəlib, o meyarı düzə səviyyə ilə qeyd eləməməlidir. O səviyyənin qarşısındakı o fikri qeyd eləməlidir. Bəzən görürük ki, gündəlikdə o şərait yoxdur. Yəni, o yer azdır və müəllimlər onu ümumiyyətlə ilin əvvəlində əgər məktəbi kitabçasında istifadə olunacaqsa, valideynlər iclasında, valideynlərə tövsiyə olunanda o məktəbi kitabçanın formasına qədər belə təqdim eləsələr daha yaxşı olar. Çünki il boyu müəllim də ətraflı qeydlər eləməlidir orada. Orada biz bilirik ki, rəqəmlə, rum rəqəmi ilə və yaxud adi rəqəmlə heç bir qiymət yazıla bilməz. Onlar fikir kimi yazılmalıdır. Bəzən o meyarın səviyyəsi necədirsə, həmin səviyyədəki fikir belə gündəliyə yazıla bilər. İndi müəllimin formativ qiymətlənmə dəftəri adlı bir sənəd də var. Düzdür, bəzi məktəblər bunu tam olaraq tələb etmirlər. Amma istənilən halda formativ qiymətləndirmə bir qayda ki, şagirdləri izləmək üçündürsə, biz onu özümüz üçün eləyirik. Şagirdi gündəlik izləyək və özümüz bilək, bu irəli gedir, yoxsa geri gedir. Geri gedirsə, dərhal çevik bir plan tərtib edərək həmin geriləməni aradan qaldıra bilərik. İndi mən summativ qiymətləndirmə haqqında da burada qısa məlumat verim. Summativlə bağlı bizim ayrı videomuz olacaq. Bu qısa məlumatdan sonra isə biz formativin birbaşa izahına keçəcəyik. Summativ qiymətləndirmə haqqında da burada çoxlu bəndlər var. Summativ qiymətləndirmə biz bilirik ki, iki hissədən ibarətdir. Kiçik summativ qiymətləndirmə ya keçilən bölmənin sonunda, ya da bölmə böyükdürsə bölmənin ortasında da həyata keçirilə bilər. Böyük summativ qiymətləndirmə isə yarım ilin sonunda həyata keçirilməlidir. Kiçik summativ qiymətləndirmə şərti nədir? Bir yarım il ərzində 3 dəfədən az ola bilməz, 6 dəfədən də çox olması məsləhət görülmür. Yəni, deyək ki, sentyabrın 15-də dərs başlayır, yanvar ayının 15-nə, 20-sinə kimi
Ən çox halda 6 summativin keçirilməsi, yəni BSG-dən xaric olmaqla 6 summativin keçirilməsi məsləhət görülür. 6-dan çox summativin keçirilməsi adətən sistemə görə, proqrama görə zaten alınmır. 3-dən az olanda isə keyfiyyətsiz alınır. Summativ qiymətləndirmələrin ümumiyyətlə qaydası odur ki, bölmənin sonunda keçirilməlidir və ona görə o keçmişə əsaslanır. Əgər formativ gələcəyə əsaslanırsa, yəni burada aldığım qiymət gələcəkdə necə təsir edəcəyini mən analiz edirəmsə, summativdə alınan nəticə bu günə qədərki keçmişi qiymətləndirir. Ona görə biz deyirik ki, formativ gələcəyə əsaslanır, summativ qiymətləndirmə keçmişə əsaslanır. Summativ qiymətləndirmə əsas qiymətləndirmədir. Jurnala yazılan yeganə qiymətləndirmə summativdir. Ona görə sizə sual versələr ki, milli qiymətləndirmənin əsasında hansı qiymətləndirmə dayanır? Biz o zaman deyirik summativ qiymətləndirmə. Çünki jurnala summativlər yazılır, onun əsasında yarımlı qiymət çıxarılır, onun əsasında sinifdən sinifə keçmək üçün illik qiymətlər çıxarılır və s. və ilaxır. Yəni, milli qiymətləndirmənin kökü summativdir. Sadəcə bu istiqamətdə diaqnostik şagirdləri tanıyıb strategiya qurmaq üçündür. Formativ isə şagirdi gündəlik izləmək üçündür ki, ilin sonuna qədər summativlər keyfiyyətli şəkildə nəticə vermiş olsun. Summativ qiymətləndirmə biz bilirik ki, bəzi fənlərdən, bəzi siniflərdə summativlər böyük summativ olur, kiçik summativ olmur. Bəzi siniflərdə böyük summativ də olur, kiçik summativ də olur. Ümumiyyətlə, birinci sinifdə nə BSG, nə KSG olmur. İkinci və üçüncü siniflərdə isə deyək ki, BSG nəzərdə tutulmur, yalnız KSG olur. Dördüncü sinifdə bütün fənlərdə həm BSG, həm KSG olur. Digər siniflərdə isə sistem sadəcə belədir. O sinif ki, buraxılış sinifidir. Həmin siniflərdə bütün fənlərdən BSG və KSG olur. O sinif ki, buraxılış sinifi deyil, orada yalnız buraxılış fənlərindən BSG, KSG olur. Qalan fənlərdən isə yalnız KSG-lərlə yarımlı qiyməti çıxartmağa icazə verilir. Söz yox ki, təmayülləşmiş liseylər var. Məsələn, deyək ki, fizika, riyaziyyat təmayüllü liseydirsə, burada buraxılış fəni təkcə Azərbaycan deyil, riyaziyyat xarici getmir. Eyni zamanda fizika da burada buraxılış fənidir. Bəlkə kimya da buraxılış fənidir. Ona görə təmayülləşmədən asılı olaraq buraxılış fənləri 6-ya qədər çata bilər. O da aslında həmin o liseyin təyinatından. Bizə summativlə bağlı lazım olan əsas hissələr hansılardır? Hansı ki, biz bundan davamlı istifadə edirik. Məsələn, biz sizə summativi izah edəndə bu hissəyə xüsusilə diqqət yetirəcəyik. Hansı ki, bu hissədə standart olaraq bir qayda tətbiq olunmadığına görə, qanunda isə standartlıq var. Məktəblərin hərəsi bir qayda özü üçün götürüb istifadə edir. Bu doğru yanaşma deyil. Qanun deyir ki, siz əgər summativə nə tapşırıq verirsinizsə verin, o toplamda 100 bal gətirməlidir. 100 bal necə gətirməlidir? 4 dən səviyyədə olmalıdır sual. Biz bəzən görürük hansısa məktəb 7 dən səviyyədə sual qoyur. Yəni, niyə belə eləmişsə, 100 balı düzəltmək üçün. Amma sual sayı 4 səviyyədə qoyulmalıdır. Bütün sualların 20%-i birinci səviyyə, yəni asan suallardan ibarət olmalıdır. Bu bizə 20 bal verməlidir. Bütün sualların 30%-i orta asan, 30%-i orta çətin, 20%-i isə 4-cü səviyyə olmaqla ən çətin olmalıdır. Və müvafiq olaraq da asan sual 20 bal, ən çətin sual da 20 bal. Orta asan 30 bal, orta asan, orta çətin 30 bal. Bu sistemlə biz sualları tərtib edirik. Ondan sonra şagirdlər sualları işləyəndən sonra onların yazdıqları düzgün cavablara əsasən biz onların bal hesablayırıq. Məsələn, əgər biz 20 suallıq summativ həyata keçiririksə, o zaman həmin summativin bir sualı 5 bala uyğun gəlir. Mən bunu ayrıca izah edəcəyəm sizə. Hansı ki, bəzi məktəblər çətin suallara çox bal, asan suallara az bal verir. Bu uyğun deyil, yəni qanun bunun tərəfdarı deyil. Qanun deyir ki, bütün suallar eyni bal ola bilər. Zaten suallar çətindir. Məsələn, siz MİQ imtahanına girəcəksiniz. MİQ imtahanında, sertifikasiya imtahanında sizə neçə sual verilir? 60 sual. Bu 60 sual hamısı eynidirmi? Xeyr. Asan var, çətin var. Bəs nəyə görə sizə eyni bal verilir?
Çünki beynəlxalq standart belədir də. Mən 20 sual uşağa verirəmsə, zaten sualları məndə fərqlidir. Asan sualı var, çətin sualı var, orta asan, orta çətin var. Mən təzədən bir də çətin suallara yüksək bal verirəm. Biri təsəvvürən çətin sualı eləsə, gör hansı mənzərə meydana gələcək. Bir də görürsünüz, deyək ki, 16 sualı yazan 4 alır, 18 sualı yazan 3 alır. Niyə o bir dənə sualı 20 ballı sualı yaza bilmir? Və ona görə obyektivlik pozulur. Belə bir məqamda valideyn müraciət edir ki, mənim övladım xeyir ola, 18-dən yazıb məsəl üçün 3 alıb, filankəs məsəl üçün 17-dən yazıb 4 alıb və bunu da məntiqsiz izah olunduğuna görə müəllimlərin bir qismi ümumiyyətlə deyir ki, bu kurikulum qaydası bizi bu vəziyyətə salıb. Əslində kurikulum qaydası deyil, bunun standartı var da, bu cür düzəldilməlidir bu. Bununla bağlı ayrıca video çəkmişəm, onu da inşallah izləyəcəksiniz. Sadəcə summativ haqqında ümumi məlumat verirəm. İndi buradakı ballarla istifadə olunur, ballarla tapılır. Məsələn, 30 baldan aşağı olan, 30 bal da daxil olmayla 2 qiymət alır, qeyri-kafi. 30-dan 60-a dək 3-dür. Elə ki, 61 oldu, 61-dən 80-ə dək 4-dür, 81-dən 100-ə dək 5-dir. Və biz burada balla da qiymət yazırıq, yarımil qiymətini isə balla ümumiyyətlə hesablayırıq. Yarımil qiyməti hesablamaq üçün isə bizim 2 düsturumuz var. Əgər orada BSG həyata keçirilmirsə, KSG-lərin orta qiymətindən biz yarımil qiyməti çıxarırıq. Əgər həmin fəndən BSG də, KSG də varsa, KSG-lərin 40% plus BSG-lərin 60% düsturu ilə bunu tapırıq. İndi burada maraqlı məqam nədir? İlk əvvəllər KSG 1-də uşaq 3 alıbsa, KSG 2-də 5 alıbsa, bura 3, bura 5 yazılırdı. İndi isə bunu balla edirlər. Balla eləməyin üstünlüyü nədir? Və bu da bir ədalətli bir qərardır ki, bal nə üçün uyğundur? Məsələn, bir uşaq, belə deyək, 32 bal toplayıb 3 alıb. Bir uşaq isə 60 bal toplayıb 3 alıb. Axı 32 balın qiyməti ilə 60 balın qiyməti eyni deyil. Axı bu ədalətsiz kimi görünür də, ikisi də 3 alıb. Ona görə yarımlı qiyməti çıxaranda 32 bal toplayan uşaq 3 ilə yox, 32 balla girir düstura. 60 bal toplayan adam da 3 ilə yox, 60 balla girir düstura. Və nəticədə 60 bal toplayan orada öz ədalətli ümumi qiymətini təzədən ala bilər. Zaten balı yüksəkdir də onun. Və bütün bunlar onu gətirib çıxar ki, son dövrdə biz artıq ballarla hesablayırıq ki, daha ədalətliyi təmin edək. İndi bununla bağlı, summativlə bağlı bizim ayrıca, belə deyim də, izahımız olacaq, onu mən sizə təqdim edəcəyəm. İndi isə gəlirəm formativ haqqında məlumat verməyə. Formativ qiymətləndirmə biz bayaq qeyd elədik ki, şagirdi izləmək üçün həyata keçirilir. Səsim gəlirmi? Buraya qədər problem varmı? Bəli, gəlir müəllim. Tamamdır. Formativ qiymətləndirmə şagirdi gündəlik izləmək üçündür. Əgər biz düzgün qiymət veririksə, dəqiq qiymət veririksə, biz şagirdi həqiqətən izləyə bilirik. Formativ qiymətə keçməzdən əvvəl mən bir şeyi də qeyd eləmək istəyirəm. Qiymətləndirmələrin hamısının üsulları var, bir də vasitələri var. Bəzən deyilir ki, filan qiymətləndirmənin metodu hansıdır, yəni üsulu hansıdır, vasitəsi hansıdır. Üsulun əlaməti nədir? Sayılmır, görülmür. Məsələn, tapşırıq vermə üsulu. Siz deyə bilərsiniz, mənə 3 dənə tapşırıq vermə gətir. Sən sadəcə evdə deyirsən ki, mən sabah tapşırıq vermə üsulundan istifadə edəcəyəm. Tapşırıq vermə sayılmır, əllə tutulmur, gözlə görülmür. Yaxşı, və tapşırıq verməni mən həyata keçirmək istəsəm, mən uşaqlara nə verməliyəm? Mən uşaqlara deyək ki, çalışmalar olan vərəq verə bilərəm, suallar verə bilərəm, məsələlər yazılmış kağız verə bilərəm. Bunlarsa artıq gedir tapşırıq vermə üsulunun vasitələri. Yəni, vasitələr sayılır, görülür. Məsələn, buna nümunə göstərim. Məsələn, müsahibə üsuldur, çünki saymaq olmur. Müsahibə üzrə qeydiyyat vərəqi vasitədir. Tapşırıq vermək üsuldur, çalışmalar vasitədir.
Müsahibəni qeyd elədim. Müşahidə. Müşahidə üsuldur. Müşahidə vərəqi vasitədir. Valideynlərlə əməkdaşlıq üsuldur. Valideynlərə verdiyimiz vərəq ki var, vasitədir. Bunun fərqi yoxdur ya. Sizdən summativdə də soruşsalar eyni şeydir. Formativdə də, diagnostikdə də. Məsələn, sual düşür ki, formativ qiymətləndirmənin metod və vasitələri hansı bənddə düzgün verilmişdir? Məsəl üçün, burada artıq formativ olmasının əhəmiyyəti yoxdur. O bəndə baxır, elə bənd seçin ki, həmin bənddə həm üsul verilsin, həm də həmin üsulun vasitəsi verilsin. Əgər üsulla vasitə həmin bənddə varsa tam şəkildə, biz həmin bəndi doğru bənd kimi götürəcəyik. Bu sadəcə ümumi məlumat idi. Ümid edirəm ki, bu məlumatdan siz testlərdə istifadə edərsiniz. Gəldik formativ qiymətləndirməyə. Formativ qiymətləndirmə özündə bir sıra xüsusiyyətləri əks elətdirir. Bu hansı xüsusiyyətlərdir? 1. Formativ qiymətləndirmə təlim nəticələrinə uyğun olmalıdır. Yəni, sənin təlim nəticən, yəni məqsədin nədirsə, formativ ona xidmət eləməlidir. Biz bunu nədə demişdik? Relevantlıqda da demişdik bunu. Relevantlıq prinsipində. Eyni zamanda formativ zamanı qiymətləndirmə meyarları olmalıdır. Eyni zamanda formativ qiymətləndirmə effektiv əks əlaqə deməkdir. Əks əlaqə, üzr istəyirəm, sınırı da düzəldir. Əks əlaqə deməkdir. Biz zaten əks əlaqə ilə bağlı birazdan danışacağıq. Yenə elə konstruktiv rəy də effektiv əks əlaqəni ifadə edir. Və bir də davamlı müşahidənin aparılması. Baxın, müasir dövrdə formativ qiymətləndirmədə bu 4 dənə xüsusiyyət var. Təlim nəticələrinə, yəni məqsədlərə uyğun olmalıdır. Qiymətləndirmə meyarları olmalıdır. Effektiv əks əlaqə olmalıdır. Bir də davamlı müşahidə aparılması təmin olunmalıdır. İndi biz burada 1 və 2 ilə işimiz yoxdur. Çünki biz bu hissələrlə biz tanış olmuşuq əvvəllər. Biz 3 ilə 4-cü hissəni bir qədər izah etməyə çalışacağıq. Effektiv əks əlaqə. Mən buradan belə bir xətt qoyum. Eyni ilə buradan da belə bir xətt qoyum ki, mən bunu burada izah etməyə çalışacağım. Mən elə buradan izah edəcəm. Effektiv əks əlaqə özünü nədə göstərir? Effektiv əks əlaqə özünü bir sıra formada göstərə bilər. Məsələn, formativ əks əlaqə. Yəni, əks əlaqə nədir? Şagirdlərin qiymətləndirilməsi. Məsələn, formativ əks əlaqə odur ki, biz öyrənmə prosesində, məsələn, şagirdləri inkişaf etdirmək məqsədi güdürük və fəaliyyəti düzgün istiqamətləndirmək, summativ qiymətləndirməyə qədər şagirdi istiqamətləndirmək istəyirik. Biz buna deyirik formativ əks əlaqə. Eyni ilə bununla paralel summativ əks əlaqə də var. Summativ əks əlaqə bəs özündə nəyi ifadə edir? Yəni, ümumilikdə əks əlaqə həmişə şagirdin qiymətləndirilməsi deməkdir. Summativ əks əlaqə dedikdə isə bölmənin sonunda şagirdə verdiyimiz qiymət, şagirdin bizdən aldığı qiymət, onun nəticələri summativ əks əlaqəni göstərir. Yəni, formativ əks əlaqə əgər bir 45 dəqiqənin qiymətləndirilməsidirsə, summativ əks əlaqə bölmənin və yaxud bölmənin ortasında keçilən yarım bölmənin qiymətləndirilməsini ifadə edir. Əks əlaqənin hansı növləri var? Demək, biz formativ əlaqə ilə summativ əks əlaqəni qeyd elədik. Amma bundan əlavə əks əlaqənin xüsusi növləri var. Bunlar hansılar ola bilər? Burada var korreksiya edici əks əlaqə. Korreksiya edici əks əlaqə odur ki, burada şagird müəyyən səhvlər eləyibsə, bu zaman müəllim qiymətləndirmə zamanı səhvlərə diqqət yönəldir. Korreksiya nədir? Düzəliş eləmək, səhvlərə düzəliş. Və yaxud var təsviri əks əlaqə. Təsviri əks əlaqə odur ki,
şagirdlər nəyi yerinə yetirib, nəyi yerinə yetirməyibsə, o təsvir olunur. Burada məqsəd şagirdin diqqətini tapşırığın hansı hissəsinin uyğun olub olmadığını, yəni şagirdə çatdırmaqdan ibarətdir. Yəni biz şagirdin işini onun təsvir edirik. Məsələn, deyirik ki, sənin işin 40%dir. Hansı 40%-i əhatə eləmişsə, biz o barədə danışırıqsa, bu təsvir edici əks əlaqədir. Sonra var konstruktiv əks əlaqə. Konstruktiv əks əlaqə nədir? Şagird bu tapşırıqda təkcə nəyi düzgün, təkcə nəyi yanlış yerinə yetirdiyi haqqında məlumat vermirik. Eyni zamanda səhvlərin necə düzəltməli olduğu barədə də yol göstəririk. Məsələn, deyirik ki, sən burada səhv eləmirsən, bunu bu cür eləsən, yoxlasan, düzgün nəticəyə gələ bilərsən. İstiqamət veririksə, bu konstruktiv əks əlaqəyə aiddir. Eyni zamanda motiva edici əks əlaqə var. Bu zaman şagirdin emosional dəstəkləməyimizə biz xidmət edirik. Düzdür, emosional rəy vermək biraz uyğun sayılmır. Belə bir rəy məqsədə uyğun sayılmır, emosiyalara uyğun rəy verəsən. Amma bizim burada məqsədimiz odur ki, şagirdi həvəsləndirək. Yəni biz nəticə zəif də ola bilər, nəticə zəif olsa belə, biz prosesə diqqət yönəldirik və uşağın fəaliyyətini təqdir edirik ki, növbəti dəfələrdə daha da həvəsli şəkildə çalışsın. Bu qeyd elədiyim hissə ki var, korreksiya edici, təsviri, konstruktiv və motiva edici hissə, bunlar gedir əks əlaqənin növləri. Əks əlaqənin məzmunu adlanan hissə də var. Bu nə deməkdir? Əks əlaqə nəyi ifadə edir? Əks əlaqə təbii ki, öyrənmə prosesi haqqında əks əlaqə ola bilər, məzmun haqqında əks əlaqə ola bilər, bir də məhsul haqqında, yəni nəticə haqqında əks əlaqə ola bilər. Siz bilirsiniz ki, biz dərs boyunca şagirdə ya öyrədirik, ya şagirdə məzmun, yəni bacarığı öyrədirik, yəni şagird artıq belə deyim də, təqdim etdiyi tapşırığın məzmunundan söhbət edirik biz burada. Bir var ki, bizim izahımız öyrətmək, bir də var şagirdin belə deyim, materialı dəqiq, aktual, dərinliyi haqqında informasiyadan söhbət edirik. Biz bu informasiyanı yoxlayırıq ki, şagird nə qədər dərin informasiya əldə edib. Və bir də var nəticə, buna məhsul da deyilir. Məhsul. Demək, biz burada qeyd elədik ki, bizim, bunu mən başqa rəylə göstərim. Deməli, əks əlaqənin məzmunu deyəndə öyrətdiyimiz hissə, məzmun və nəticəyə baxa bilərik. Bu olur bizim öyrətdiyimiz əks əlaqənin məzmunu hissəsi. Bundan əlavə, bu oldu effektiv əks əlaqə haqqında. Bir də var davamlı müşahidənin aparılması. Ümumiyyətlə, yadda saxlayın ki, müşahidələr iki cür olur. Var formal müşahidə. Mən bunu buradan da çəkim. Sırf müşahidəyə aid. Var formal müşahidə. Bir də var qeyri-formal müşahidə. Baxın, diqqətli olun. Formal müşahidə odur ki, müəllim öncədən planlaşdırır ki, mən şagirddə nəyi müşahidə edəcəyəm? Məsələn, mən şagirdin nitqini müşahidə edəcəyəm. Əyləşir dərsdə sırf nitqə diqqət edir. Əgər şagirdin əl qabiliyyəti varsa, ona diqqət eləmir. Şagirdin deyək ki, riyazi təfəkkürü güclüdürsə, riyazi hesablamalar varsa, ona diqqət eləmir. Sırf olaraq onun nitqinə diqqət edir. Ona görə bu zaman bu çox da effektiv olmaya bilər. Nə mənada? Biz şagirdi kəşf etmək istəyiriksə, təkcə nitqinə yox, hər tərəfli şəkildə şagirdə baxmalıyıq. Ona görə də qeyri-formal müşahidə bütün dərs zamanı aparıla bilir. Formal müşahidə isə daha strukturlu şəkildə, məsələn, ümumiləşdirici dərslərdə, viktorinalarda, kiçik layihələrdə həyata keçirilə bilir. Müşahidələr bəs nə üçün həyata keçirilir? Müşahidələr təlim ehtiyaclarını müəyyənləşdirmək üçün bizə məlumat verir. Sonra şagirdlərin bədən dili, mimikasını
oxumaq üçün bizə köməklik göstərir. Eyni zamanda müşahidələrlə biz sinifin dinamikasını qəbul edə bilirik. Şagirdlər nə qədər aktivdir, nə qədər zəifliyi var, bu sinifin hərəkəti hansı sürətdədir. Eyni zamanda müşahidə nəticələri boşu-boşuna aparıla bilməz. Məsələn, əyləşmişsiniz, saatlarla şagirdi müşahidə edirsiniz, amma əlinizdə heç bir sənəd yoxdursa, bu müşahidə deyil. Çünki müşahidə qeyd olunmalıdır. Siz nəyə qeyd edirsinizsə, o qeyd olunmalıdır. Hətta siz praktikada olanda, pedaqoji təcrübədə olanda, sizin pedaqoji dəftərlər olub. Yəni 5-6 dəftər olub sənəd kimi, onlardan biri də pedaqoji dəftəridir, biri psixoloji dəftəridir. Psixoloji dəftərdə şagirdi müşahidə edirdik, pedaqoji dəftərdə isə müəllim həmkarımızı müşahidə edirdik. Bu müşahidə nə üçündür? Biz nəyi müşahidə ediriksə, özümüzdə ona diqqətli oluruq ki, bizi də o sahədə müşahidə edə bilərlər. Qeydiyyatın aparılması mütləqdir. Əgər qeydiyyat aparılmırsa, bu zaman o yanlış hesab olunur. Çünki o sənədləşdirilə bilməyəcək. Biz bilirik ki, formativ qiymətləndirmədə şagirdlərin özünü qiymətləndirməsi, çıxış biletləri, 3-2-1 strategiyası, cümlə kökləri, şəxsi jurnallar, məsələn, şagird bəzən öyrəndiyi hissə ilə bağlı özü bir gündəlik kimi bir xatirə dəftəri olar deyə əvvəl, bir şəxsi bir jurnal açır özü üçün, özündə gündəlik qeyd edir ki, məsələn, mən bu dərsdə bunu öyrəndim, bunu belə başa düşdüm. Həmin jurnal bəzən müəllimə köməklik göstərir ki, uşaq həqiqətən bunu başa düşür, yoxsa başa düşmür. O da formativin, deyək ki, qaydalarından biri kimi özünü göstərir. Cümlə kökləri odur ki, danışmağı sevməyən birindən söz almaq üçün müəllim belə bir dənə cümlə qurur ki, mən bu gün dərsdə ilk dəfə öyrəndim ki, ardının səndinin ardında olmalıdır. Buna deyilir cümlə kökləri. Çıxış biletlərində müəllim 5-6 dənə sual qoyur, şagird o sualları öz tərəfindən qiymətləndirir ki, bu gün nə öyrənib, necə öyrənib, nə onun diqqətini çəkib, nə də zəifliyi və s. 3-2-1 üsulu haqqında isə bizsə təlim üsullarında keçmişdik. 3 dənə yeni öyrəndiyi məqam, 2 dənə sənə maraqlı olan məqam və bir dənə də demişik ki, sualın varsa ver. Bunlar hamısı formativ qiymətləndirmədə həyata keçirilən qaydalardandır. Formativ qiymətləndirmənin bir hissəsi haqqında məlumatlar bu qədərdir. Amma formativ qiymətləndirmədə bilirik ki, rubriklərdən istifadə olunur. 2 cür rubrik var. Var holistik rubrik, bir də var analitik rubrik. Holistik rubriklə analitik rubrik haqqında biz deməli, öz vəsaitimizdə məlumat vermişik. Hətta cədvəl də göstərmişəm. Bununla bağlı da biz ayrıca bir video çəkəcəyik, sırf olaraq holistiklə analitik haqqında. Holistik rubrikdə odur ki, məsələn, müəllim bütün şagirdləri bir dərs boyunca qiymətləndirir. Məsələn, kimisi çalışmaları yazdığına görə qiymət alır, kimisi məsəl üçün köhnə dövrlə baxanda sakit qaldığına görə qiymət alır. Kənardan elə bilirlər ki, hər ikisi 5 alır. Amma bilmirlər kim nəyə görə 5 alır. Heç müəllim özü də xatırlamır ki, buna filan dəfə nəyə görə 5 verdi. Məsələn, biri mahnını oxuyaraq musiqidə 5 alır, biri mahnını şeir kimi deyir, amma sakitliyə görə 5 alır. Hər ikisini qoşub musiqi festivalına göndərən məktəb rəhbəri bilmir axı, bu oxuduğuna görə alır, bu isə şeirlə dediyinə görə alır. Ona görə də bu bəzən nəticə olaraq doğru olmur. Bəs niyə biz holistikdən əl çəkə bilmirik? Çünki biz 45 dəqiqədə biz məsələni həll etməyə çalışırıq. Bir 45 dəqiqədə hamıya qiymət verməyə çalışırıqsa, bu holistik ola bilər. Holistikdə meyarlar ayrı-ayrı qiymətləndirilmir. Holistikdə meyarlar birlikdə qiymətləndirilir. Holistik sözünün mənası sürətli deməkdir, bütöv deməkdir. Mənfi cəhəti odur ki, şagirdlər haqqında ətraflı məlumat verilmir. Bəs analitik rubrik necə olur? Analitik rubrikdə müəllim 2 cədvəldən istifadə edir. Birinci cədvəldə deyək ki, şagirdin adı yazılır, fən yazılır, sinif yazılır və burada meyarlar yazılır. Deyək ki, məsələn, bu coğrafiya fənnidir, həftədə 2 dəfə həyata keçirilir də coğrafiya. Məsələn, coğrafiyada birinci həftə bir dəfə deyək ki, 2, bir dəfə deyək ki, məsələn, 6 alıbsa, birinci həftədə orta qiymətini necə edir? 4. İkinci həftə də belə, üçüncü həftə də belə, dördüncü həftə də belə hesablanır. Orta aylıq hesablanır 4. Əməkdaşlıq da bu qaydada, dinləmə də bu qaydada, təqdim etmə də bu qaydada, bunu artırmaq da olar. Hamısı orta qiyməti çıxarıldı.
və nəticədə orta qiymətdən də orta qiymət necə çıxdı? 3. Deməli, Əhməd Əliyev adlı şagirdimizin oktyabr ayı üzrə orta qiyməti 3-dür. Müəllim hətta burada görür ki, Əhməddə nələr zəifdir, nələr üstün və burada gözdən görünür. Bu oldu birinci cədvəl. Bunun əsasında ikinci cədvəli qurur. İkinci cədvəldə isə bütün şagirdləri burada ad yazmır. Məsələn, oktyabr ayında neçə şagird əla qiymət alıb, neçə şagird yaxşı, neçə şagird kafi, neçə şagird qeyri-kafi. Bunu yoxlayır. Görür ki, məsələn, burada bir nəfər qeyri-kafi alır. Qayıdır onu A cədvəlinə baxır ki, bu nədə zəifdir? Onun üzərində işləyir ki, bunu inkişaf elətdirsin. Və beləliklə o xırda nüanslar düzəldə növbəti ay vəziyyət daha da qaydasına düşür. Bu vaxt aparan da çoxlu vaxt aparır, amma şagird haqqında dəqiq məlumat verir. Analitik rubriki mən kitablara baxıram, hələ tam izah olunmur. Mən inşallah onun tam izahı ilə bağlı da bir video çəkəcəyəm. Bu da oldu bizim bugünkü dərslə bağlı məlumat və inşallah növbəti dərsimizdə bunu daha da dəqiqləşdirəcəyik. Bir neçə saniyə sonra bizim dərsimiz yekunlaşacaq. Kimin sualı olsa WhatsApp qrupuna yaza bilər. Bugün bir dənə summativdən başqa qalan bütün qiymətləndirmə haqqında biz danışdıq. Kimin sualı varsa WhatsApp-a yazır.